Değerli şagirdler, bugün yine orantıdan test 6'nı işləyirik, Erzan ve İslamla. Birinci suala baxaq. A plus B bölü C üstəgəl 3'ü bizə B bölü C verib. Bir də verib ki, A bölü C B'dir. Yəni, biraz çətin suala oxşuyur. Çarpaz vuraraq başlayaq. İslamda yazım. A üstəgəl B'ni C-yə çarpaz vuranları alınacaq. AC üstəgəl BC. Bəli. Bərabərdir. Bunu da çarpaz vursaq BC üstəgəl 3B. İndi baxın, BC-lər getdi, düzdür. Sualda bizə deyib ki, A bölü C B'dir. Buradan belə çıxır ki, A bərabərdir BC-yə. Bu da düzdür. A BC-yə bərabərdirsə qardaşlar, aparıb burada A-nın yerinə BC yazsam, olacaq BC vur C. C kvadrat yazə bilərdim, yazmadım. Buraya qədər aydındır. Bəli. Hər tərəfdən B gedir. C kvadrat 3-dürsə C nə olur? Kök altı 3. Aydındır. Ercan? Bəli. Yaxşı. Gəlin 5-ci sualda bir yerdə baxaq. Çarpaz vuraraq başlamağı düşünürəm ilk. Ola bilsin səhv eləyəcəm, amma yoxlayaq. Çarpaz vuram. Sən də birinci Erzan 2A üstəgəl B-ni 2-yə vuranda. Hə, 4A Üstəgəl 2B. Bu da bərabərdir 2A üstəgəl 3B. A-ları bir tərəfə keçirsəm nə olur İslam? 2A bura keçsə? 2A Bərabərdir. Yox, belə B-nin atalı tərəfə 2A bərabərdir B. İndi aparım bu misalda harda B görsəm yerinə 2A yazıram. Yazıram 2A vur, B-nin yerinə 2A. Çıx A kvadrat böl, A kvadrat üstəgəl. B-nin yerinə yenə 2A. 2A-nın kvadratı nə olur? 4A kvadrat. 2A-nı 2A-ya vuranda yenə 4A kare. Bir dənə A kare çıxanda 3A kare böl 5A kare. Bu da eləyir 3 böl 5. Cavabı görmürəm, o yəqin C variantı olar. Bir dənə o boşdur. 2-yə baxaq bir də İslam. Çarpaz vuraq yuxarıdakını. 3A üstəgəlsin 3B bərabərdir 4C. Bunu hələ ki belə saxlayıram. Bir də bura baxaq. Bunu çarpaz vursam 5A bərabərdir 2C. Gəlin bunları K ilə adlandıraq. Bu olur 2K, C nə olur? 5K. 5K. A-nın yerinə 2K yazsam, 3'ü 2K'ya vuranda 6K üstəgəl 3B. C-nin yerinə 5K yazsam, 4'ü 5K'ya vuranda 20K. İndi 20K'dan 6K çıxıram, nə olur? 14K. 3B bərabərdir 14K. B də olur 14K bölü 3. Bu aydındır. B budur. A nə idi? Necə K idi? 2K. Bizə deyir A bölü B-ni tap. Yəni 2K-nı deyir ki bizə 14K bölü 3'ə böl. Böləndə tərsini çevirib vurmuruq. 14K aşağı düşür, 3 yuxarı qalxır. Bunlar gedir, qalır 7-də 3. Aydındır. 6. 6-cı sualda da belə bir şey deyil. Mənfi 2 bölü A bərabərdir B bölü 3 bərabərdir C. Görün, nə edə bilərik burada? Bir dənə AC məsələsi mənə biraz çətin gələcək kimi görünür. Yaxşı, belə bir şey deyil uşaqlar. B bölü 3 C'dir. AB də budur. Nə edə bilərik ki burada? B 3C'yə bərabərdir. Bir dənə yazaq. Maraqlı sual oxşuyur. B bərabərdir 3C. Yaxşı, buradan da mənfi 2A bölü C. A yuxarıda olsaydı rahat olardı. A'nın aşağıda olmağı işimizi biraz çətinləşdirib. Buradan AC bərabərdir mənfi 2 alınır. İndi suallar, bura biraz çətin gördü. Nə edəcəm? B-nin yeni aparıb 3C-ni yazıram. A üstəgəl 3C üstəgəl C bərabərdir 0. Düzdür? Buradan alınır A üstəgəl 4C bərabərdir 0. A da olur mənfi 4C. Bu aydındır. Bəli. Yəni burada yerinə qoyaq. A-nın yerinə yazıram mənfi 4C. Bir dənə C-yə vuranda mənfi 2. Mənfi qardaşlarımız getdi. 4 ilə də 2 getdi. Burada 2 qaldı. Oldu 2C kvadrat bərabərdir 1. Buradan da C kvadrat olur 1 bölünsün 2. Başa düşdük? Bəli. 3. Üçüncü sualda 1 çıx A böl 1 üstəgəl B. Bu da biraz uzun uzadı bir şey oxşuyur. Görün, nə edə bilərik? Bu 1'i yazıram. A nədir? Bu deyil. Çıxılsın A yazıram. A'nın yerinə bunu yazıram. Sonra 1 üstəgəl B. 1'i yazıram. B də budur. B'nin yerinə də bunu yazıram. İnşallah ki ixtisarlar olar. Yuxarıda bir məxrəcdə yazsam x çıx y. Ona çarpaz vuranda x çıxılsın y. Kəsirdən əvvəl mənfi olduğu üçün bunların ikisinin işarəsi dəyişir. Mənfi x, mənfi y. Burada da z üstəgəl y-ni yazdım. 1'i vururam z üstəgəl y. Üstəgəl y çıx z. Z-lər gedir. Yuxarıda y-lər, x-lər gedir. Qalır mənfi 2y böl x çıx y. Bunu böləndə uşaqlar təsvir edirəm axı 2y olur bu y-dən y toplayan aşağı keçir.
Z üstəgəl Y də yuxarı. Bu da aydındır. Bəli. Bunlar da gedir, bir dənə mənfi qalır. Görək hansı variant uyğun gələcək buna. Deməli, mənfi uşaqlar. Z üstəgəl Y böl X sıx Y. Qabanda da bir dənə mənfi. Bu mənfini də belə istifadə edib, cavabları belə verməyib. Z üstəgəl Y olduğu kimi yazıram. Mənfini bu məxrəcə vuranda yer dəyişir. Y çıx X olur. Z üstəgəl Y böl Y çıx X. Yəni B variantı. Aydındır. Gediyimiz sual. B3A, C2B, D4C. Görək nə edə bilərik. Yaxşı, əvəzləmələr eləyək. D-nin yerinə 4C yazsam, C-də 2B-dir, B-də 3A-dır. Yaxşı, baxın, gəlin buradan yazıram. Ən böyük D görünür. C neçə B-dir? 2B. C-nin yerinə 2B yazsam, olacaq 8B. Düzdür? B neçə A-dır? 3A. B-nin yerinə 3A yazsam, olacaq 24A. Nə edirəm? Gəlirəm burada, A-nı yazdım. B neçə A-dır? 3A. C neçə A-dır? Bax, C 2B-dir, B-də 3A-dır. Bəli, 6A eləyir. 6A. D-də tapmışıq ki, 24A-dır. Bunları toplayanda eləməli 68. 24-dən 6, 30. Üstünə 3, 33. Bir də bu 34. 34 68. A olur 2. Bizə nə lazımdır? A üstəgəl B. B neçə A-ydı? 3A. Üstünə də 3A gəldi, oldu 4A. A da 2-dir, 8. Dördüncü suala baxaq. Dördüncü sualda A böl B böl 11-də 4C-dir. Belə yazım uşaqlar. A böl B vururam. 4-də 11 bərabərdir C. Bunu da 33 böl 22 bunu birbaşa ixtisar eləyirəm. 3 böl 2. Tərsinə yazıram. B aşağı A bura bərabərdir D. İndi bizdən minimum C üstəgəl D istəyir. Görək bunu necə istifadə edə bilərəm. Burada uşaqlar A 2-yə bölünməlidir. D ədədini ala bilməyim üçün. Burada A 4-ə bölünməlidir. B özü də 11-ə bölünməlidir. Və cavab C alına bilsin. Mən burada artıq qiymət verməliyim. B-yə ən azı 11 versəm, A-ya 4. B-yə 11 versəm 3-dən ixtisar etməz. B-yə 14. Gəlin bunu ixtisar eləmədən yazım. 33-dən 22. B burada fikir verin, 11-dən ixtisar etməlidir, düzdür? Burada 33-dən. Onda mən B-yə ən az 33 deməliyim ki, həm 33-ə bölünsün, həm 11-ə. B 33 olsa, A-nı düşünək. A da burada 4-ə bölünməlidir, burada da 22-yə. 4 və 22 ilə ixtisar etmək üçün ən azı 44 deməliyim. A-ya da 44 dedim. Baxaq, daha az cavab çıxar. A 44 olsa 22 ilə gedər, D 2 eləyər. 33-dən onsuz da gedir. Burada B 33 olsa 33-dən 11 gedər, 3 qalar. A 44 olsa 44-dən 4 gedir, 11 qalır, amma 11 3-ə bölünmür. Burada 3 qalırsa A həm də 3-ə bölünən bir şey olmalıdır. Bir də yazaq bunu. Gəlin onu bir dənə fərqli yanaşaq sualı. A bölü B-ni yazdım. A bölü B-ni yazdım. Bunu tərs çevirəndə olur 4-də 11 bərabərdir C. Burada 33 bölü 22-ni yazdım. Bunu tərs çevirəndə olur B-də A bərabərdir D. İndi bizə C üstəgəl D demir. Mən də bunları toplayıram. Bunları toplayanda olur 11 bölü 4. Üstəgəl 33 bölü 22. İkisinə də A bölü B var. Vurulsun A bölü B. Bərabərdir C üstəgəl D. 33 bölü 22 ixtisar etsəm elə 3 bölü 2 eləyir. Bunları bir məxrəstə yazsam olur 4-də. Bunu 2-yə vururam. 6 üstəgəl 11, 17. Bu da A bölü B bərabərdir C üstəgəl D. Bu C üstəgəlinin minimum alınması üçün bu A bölü B 4 eləsə, 4-lər gedər, 17. C üstəgəl D də minimum 17 olar. Məsələ nədir? A-ya 4, B-yə 1 verirəm 4 bölü 1 olması üçün. Baxıram, burada tam ədəd alınır, ixtisar gedir. A 4, B 1 olsa bunlar da ixtisar gedir. Və cavabımız düz olacaq 17. Aydındır. 8-ə baxaq. Çarpaz vursam nə alınır? 7A, 4B. A-ya neçə K deyim? 4K. B nə olur? 7K. Toplasam bunları. Bir dənə gözlə toplama lazımdır. B kiçikdə 50 deyil. Deyir, alınıla biləcək qiymətlərin cəmini tapın. Uşaqlar, B 50-dən kiçikdirsə, məsələn, K-ya 1 desəm, A 4 olur. Düzdür. K-ya 2 desəm, A 8 olur. K-ya 3 desəm, 12 olur.
K'ya 4 desəm 16 olur. K'ya 5 desəm 20 olur. 6 desəm 24 olur. 7 desəm 28 olur. 8 deyə bilmirəm. Çünki 7-ni 8-ə vuranda 56 eləyir. B kiçikdə 50 deyir. Onun üçün bura qədərdir. Deməli, bu ədədləri toplamalıyam. Bu belə çox görünsə də, mən bir-biri yazdım əslində. Bunları toplayanda uşaqlar, 4-ü çıxartsam mötərizə xaricinə qalır 1, 2, 3, ən son 7. 1-dən 7-yə qədər ədədləri toplayanda n vur n plus 1 bölü 2 düsturumuz var. 7 vur 8 bölü 2. Bunu 4-ə vuranda bunlar gedir. 2 vur 7, 14, 8-i də vuranda 112. 9-cu sual. 9-cu sualda A bölü B, C bölü D K'dır. Deməli, baxın. Bu suallarda qayda belədir ki, surət ilə məxrəci eyni ədədə vursaq, toplasaq, cavab dəyişmir. İndi A-nı nəyə vurub? 2-yə. B-ni nəyə vurub? 2-yə. C-ni nəyə vurub? 4-ə. Deməli, D-ni də 4-ə vurmalıdır. Bu 4D olmalıdır cavab dəyişməsin deyə. Yəni, n-imiz 4. 13-cü sual. Buradan 4A bərabərdir 3B. 2C də bərabərdir 5B. İndi B ortaqdır. Mən baxacağım. B birincidə nəyə bölünməlidir? 4-ə. İkincidə 2-yə. 4-ə və 2-yə bölünən ortaq nə var? 4. Buna 4K desəm, 3 dəfə 4. 12. 4-ə böləndə 3. B-yə 4 demişdim. 5 dəfə 4. 20. 2-yə böləndə 10. Aparıb yerinə yazıram. A neçə K'dır? 3K. Üstünə 2 dəfə 4 gəlirim. 11K. C neçə K'dır? 10K. B neçədir? 4. 4-dən çıxsam 2 dəfə 10. 2 dəfə 10 neçə elədir? 20. 4-dən 20 çıxanda mənfi 16. A nədir? 3K. Bunları hesablayacaq. 10-dan 16 ixtisar edər 2-yə. 8K, 5K. Yuxarıda mənfi 88. K'lar da gedir. Aşağıda 5 dəfə 3, 15. B variantı. 10-cu suala baxaq. 10 da eyni formada. A-nı nəyə vurub? 3-ə. Onda B-ni nəyə vurmalıdır? 3-ə. Burada M-A yazıb. Yəqin ki, yenə səhv yazıb. Baxaq. D-ni nəyə vurub? 7-yə. C-ni də 7-yə vurmalıdır. Mənfi N 7 olmalıdır. N oldu mənfi 7. Burada uşaqlar, bu B hərfi olmalıdır. M-də 3 olur. Mən elə düşünürəm. Görək cavabı da elə veribmi? Mənfi 21 veribsə, hərfi səhv veriblər. 10. Bəli. Burada aşağıdakı hərf B hərfi olmalıdır ki, yuxarı 3-ə vurulubsa, aşağıda 3-ə vurulmuş olsun. Hərfi səhv yazıblar. A-nın yerində B olmalıdır. Aydındır. 14. Baxın, A böl 16K kvadratdırsa, A 16K kvadratdır. B 20K kvadratdır. C nədir? 9K kvadratdır. Aydındır. İndi A üstə gəl B. 16 ilə 20-ni toplayanda 36K kvadrat. A ilə C. 16 ilə 9. 25K kvadrat. B ilə A 20-dən 16 çıxanda 4K kvadrat. 36K kvadratdan çıxır 6K, 5K, 2K. Toplayanda da 13K. Aydındır. 11-ci sual. 11-ci sualda A bölü B, C bölü D 4'dür. Belə suallarda bunu da eləyə bilərsiniz. 4K-da deyə bilərəm. Ən asan variant 4, 4, 1, 1 deyə bilərəm. Ya da 4K, 4K, KK deyə bilərik. 2A, 2 dəfə 4, 8. 2C, 2 dəfə 4, 8. Bunu amma nə vaxt eləyə bilərəm? Başqa heç bir şərt yoxdursa. Yazar məsələn A üstə gəl D 20-dir, mən onu eləyə bilmərəm. Çünki orada konkret qiymət bilməyəcəm. K deməliyəm. B 1, D 1, B 1, D 1. Bunları toplayanda 18, 2-yə böləndə 9. 15. 15-də buradan başlayaq. Buradan 4B 3A'ya bərabərdir. B-yə 3K desəm, A olur 4K. İndi aparaq burada yerinə qoyaq. A nə idi? 4K. Üstə gəl 2 dəfə 3K, 6K bölünsün C. İndi mən A-ya 4K demişəmsə, 4K bölü K cavabı deməli K götürmüşəm də. Deməli cavab da K eləməlidir. Bu nə oldu? 10K. Nəyə böləndə K eləyər? 10-a. Aydın oldu? Bəli. C 10 olmalıdır ki, yuxarını C-yə böləndə cavab K eləsin. Bildin İslam? Bəli. 12-yə baxaq. 3A bərabərdir 2B.
Buna deyirəm 2K. Buna deyirəm 3K. İndi A-nın kubu, 2K-nın kubu nə olur? 8K kub. 3K-nın kubu da 27K kub. Bərabərdir 280. 35K kub bərabərdir 280. K kub 8, K da 2. Bu aydındır. Bəli. K-nı 2 tapdım axı, A çıx B deyir. 2K-dan 3K çıxanda mənfi K. A çıx B-də 2K çıx 3K, mənfi K. K 2-dirsə mənfi K da mənfi 2. Aydın oldu? Bəli. Gəldik axırıncı suala. Deyəsən mövzunun axırıncı sualdır, bəli. 16. Görək nə edə bilərik burada? Toplama düşünə bilərik. Bu suala belə yanaşıq. Mən bu x üstəgəl y-ə 4K deyirəm. Buna 7K, buna 9K. Yazıram. X üstəgəl y bərabərdir 4K. Y üstəgəl z bərabərdir 7K. Z üstəgəl x bərabərdir 9K. Bunları alt-alta toplasam nə olar? 2x, 2y, 2z bərabərdir 20K. Bunu 2-yə böləndə oldu 10K. Bu aydındır. İndi x üstəgəl y üstəgəl z 10K-dır. X-dən y 4K-dırsa, ondan 4 çıxanda z-ə qalır 6K. Burada elə yenişir. Y-dən z 7K-dır. Ondan 7 çıxanda 3K. Burada nə yoxdur? X 3K-dır. Z üstəgəl x 9-dursa, ondan 9 çıxanda K, yəni y K-dır. Bizdən nə istəyir? X böl y böl z. 3 böl 1 böl 6. Aydındır. Burada test etmə dərsinin son sual edə salmışlar.